kişilərin reaksiyası necədir Rəcəbin bu addımına? Mənə maraqlıdır ki, ekspertlər. Nə addımıdır? Məsələn, elə Fərhad bəy, elə Şamil bəy, elə Hüseyin bəy. Yəni, münasibətiniz necədir? Məsələn, qadın yanaşmasını gördük. Məsələn, Qafa xanım uşaqlıq travmaları ilə bağlı bir acı yaşadığına görə, bəlkə də ki, yaşamasaydı da yenə reaksiyanı verəcəkdir. Çünki bu mümkün deyil ki, başqa cür olsun. Mənim ata ən yaralı yerim oldu. Atan indi gəlsə, milyonların qarşısına mənə danışdırırsa. Sizə bir şey deyim. Atam mənə zəng elədi. O biri verilişdəydim. Adaşımızın verilişindəydim. Mənə zəng elədi. Zahir Kamal'ın verilişindəydim. Verilişdəydim. Reklam arası mənə bir nəfər zəng elədi. İnanın, and olsun Allahımıza. Səsinin tonundan hiss elədim ki, o mənim atamdır. Mənə dedi ki, niyə deyirsən ki, mən Şuşalıyam? Dedim ki, belə deyil. Dedi ki, mənim anam Şuşalı, anam da Şuşalı qızıdır, amma zamanında Şuşadan Bərdiyə göçüblər də. Nəbbab nəslindəndir anam. Dedim ki, denən Bərdəliyim. Dedim, niyə? Dedim, mən inanın, o qədər əsəb keçirdim. Gəldim evə, o verilişdə necə oturdum, necə bitdi. Gəldim evə, əllərim əsəbdir. Mən də çox tez depresiya düşürəm, amma da bir sözdən düşürəm. Gəldim, zəng elədim. Dedim, 40 ildən sonra mənə zəng edib deyirsən ki, niyə deyirsən Şuşalı? Danışırıq, zəng edirlər, telefonda danışırıq. Və mən dedi ki, yox, səndən danışmağa görə də, yəni istəyirdim səndən əlaqə qurum. Mən ona dedim ki, mən gördüm ki, bir ekspert var idi, başqa bir verilişdə mənə qayıtdı ki, Vəfa xanım, siz onu bağışlasaz, beyninizə yeritsəz ki, mən onu bağışlamışam, psixologiyanız düzələcək, o şeydən çıxacaqsınız. Və onun sözü mənim ağlıma batdı, mən ona dedim ki, mən səni bağışladım, amma dilimdə bağışladım, beynimdə olanları silim deyə, xəstəliyim azalsın deyə, psixoloji problemim düzəlsin deyə, dilim ona dedi ki, səni bağışladım. Nə bağışlamışsınız, nə də dilinizdəki dediyiniz beyninizə təsir edib. Siz indi də ona acıqlısınız. Acıqlıyam, acıqlı olmanı acıqlıyam. Sadəcə olaraq o xanım ki, öz həyatında travma yaşayıbdır, öz təcrübəsinə istinadən, təbii ki, onun reaksiyası belə gəlir. Sən necə baxırsan? Mən elə baxarım, siz burada bir tərəf qala bilmirəm. Mən hər bir fərdi, belə hadisə, belə bir məqam, özündə bir rəy bildirir. Mən də təbii ki, istər-istəməz öz təcrübəmə, həyatıma, cinsimə, yaşıma uyğun təbii ki, qərar verəcəm. Mən heç birimizinki bəlkə də obyektiv olmayacaqdır. Amma hər kəs bir fikir bildirirsə, mən belə deyək, insanların və burada olan xanımların belə deyək, sərt, bir mənalı qınaq mövqeyində olmağını ruhən niyəsə başa düşürlər. Mən o fikirdə deyim. Yəni qınamırsın? Xeyr, qınamıram və bir mənalı qınayanlardır. Çünki bilirsiniz necə, məsələ burada bizim buradakı rəngdən gedir. Məsələ ümumiyyətlə birisi nədən gedir? Cəmiyyətdə o qədər belə fərqli hadisələr olur ki, qız gedir, ayrılır, gəlir, biri nişanını qaytarır, biri əlindən boşanır, kişi arvadını atır, arvad nədir? Min dənə hadisələr. Hamını, yəni, Rəcəb kişinin bir həftə ərzində tanıdığı bir insanın evinə uşaqcasına belə getməsinə, yəni normal. Biz kesin, baxın, mənim rəyim buna qarşı, mən bir empatiyam, mən düzlətmirəm ki, səmimi bəli. Mənə belə gəlir ki, o sadəcə olaraq fikir ifadə edə bilmir. Buradakı, bəlkə o iştirakçıların, ekspertlərin hamısı onun tarixçəsini bilmir. Təbii ki, bir fragmenti görüb qiymət verirdik, amma ümumi bir görüntünü göz önündə gətirilmiş olsa, haradasa müəyyən mənada biz tolerant yanaşa bilərik bəlkə də olar. Mən müəyyən bir mənalı sərt belə qərarların Yəni, belə diplomatik bir çıxışa vadar edən nədir? Yəni, niyə belə? İçində olan... Yəni, haqq qazandırırsınız da kişiyə. Haqq qazandırmaq başqa şey deyil. Məsələdir. İçində olan o nəcib bir, belə deyil, təəssüb onun taleyinə... Yəni, lanət olsun içimdəki insan duyğusuna da, yəni insan sevgisinə, belə... Hardasa da. Hardasa da. Bəlkə sakitliyi, belə fəqir bir görkəmi sizə bunu vadar edir. Bəli, Zahir müəllim, elə deyək ha. Biz burada nəyi təmsil edirik? Biz burada bir insaniyyəti, düzdür, siz bizə ekspert deyirsiniz, amma biz insanıq da. İndi o ekspert bilə falan deyir ki, mən müsriflərdən. Biz insaniyyəti, mərhəməti burada təmsil eləməliyik, düzdürmü? Biz burada nə ədaləti
Düzdürmü? Biz xəstələr gəlir, onlara kömək eləməyə çalışırıq. Biz olaraq burada oturanlar mərhəməti nəzər eləməli və mərhəmətə istinadən, mərhəmətə əsaslanaraq kimi ifadə Mərhəmətdən danışırsınız, qurban olun, hansı mərhəmətdən? Bir kişi iki elmanını atıp Bir dəqiqə. Ay babaxanım, mən içində olan mərhəmət deyirəm. Məsələn, sizdə o mərhəmət yoxdur. Kişi niyə əsilməlidir? Ay babaxanım, mən öz içimdə olan mərhəmətdən danışıram. Sizin içindəki mərhəməti siz ifadə elədiniz. Var yoxdur, Dəstək durursunuz. Xeyr, şimdi söhbət edim. Hamı bilir ki, bütün Azərbaycan